Özgüvənim zəifdir. Onu yüksəltməyə mənə kömək eləyərsinizmi? Bu sözü mənə deyənlərədir. Videom onlar üçün çəkmişəm. Bu videonu saxlayın, lazım olacaq sizə. Deməli, özgüvən sözü əslində nə deməkdir? Biz bu sözü türklərdən götürmüşük və tərcüməsi də tam bizimlə eyni deyil. Bu özündən, öz fikrindən asılı olmaq deyil. Bunun əsasında yazılmayıb bu söz. Ümumiyyətlə, sözün mənası özümüz yox, başqasıdır. Başqasının fikrindən nə qədər asılıyıqsa, o qədər özgüvənsizik. Məsələn, biri gəldi, sizi təriflədi. Özünüzü çox yaxşı hiss edirsiniz. Dərhal onun dediyinə inandınız. Biri də gəldi, sizi pislədi, həmin gün depressiya düşdünüz, heç kimlə danışmadınız. Həvəsdən düşdünüz. Bax, onun sözünə inananda hər şey elə orada bitir. Özgüvən məsələsi başqasının sizin dalğalarla oynamaq icazəsidir. Siz bu icazəsini başqalarına verirsinizsə, bu necə özgüvən ola bilər ki, onunla 5 dəqiqədən bir oynamaq olur. Bəlkə o tərifləyənin sizə heç xoş niyyəti yoxdur, sizdən istifadə eləmək üçün sizə xoş sözlər deyir. Bəlkə o pisləyənin də sizə qarşı pis məqsədi var. Niyə inanırsınız ki, o düz deyir? Bəs bu o deməkdir ki, bizim üçün başqasının fikri heç əhəmiyyətli deyil. Əslində əhəmiyyətlidir. Orada ədalət payını biz özümüz hiss edirik, duyuruq. Bax, o ədalətin səsini eşidin və elə özünüzü ədalətli yanaşın birinci. Özgüvən, özünə səhv eləmək imkanı vermək deməkdir. Bundan qorxmamaq və özünü linçləməmək. Sadəcə yeni yolda daha inamla, daha uğurla yürüməkdir.